cahilliyin üzürlü olması şəriətdə. Bu məsələ Quran və sünnə açıq aydın şəkildə, xəfi yox, açıq aydın şəkildə dəlalət edir ki, insanın cahil olması, bilməməsi onun üçün üzürlüdür. Bunu biz görmüşük açıq aydın şəkildə. Ona görə Şeyx İbn Hüseyn rahimehullah, Allah rəhmət eləsin, deyir ki, ümumi dəlillər, nusus bunu tələb edir. Nususun tələbi budur. Lə yəstəti'u, hətta bu cürdə deyir, hərf bə hərf sözüdür. Əhədun ən yətiyə bidəlilin alə ennəl insənə lə yu'laru bicəhlihi. Heç kim bir ədəd dəlil gətirə bilməz ki, o sözünü deyəndən sonra deyir ki, ümumi dəlillərin tələbi budur ki, cəhalət üzürdür və heç kim bir ədəd, bir nəfər, bir dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyil. Yəni bu, əlhamdülillah, bu məsələdə şəriət öz yerini tapıb. Şəriət bu məsələni açıqlayıb, bəyan edib.